Вкусно, Федя, сейчас попробуешь? Azərbaycanska kuxnya и только deməli Facebookda belə qrup var. Keçir müsabiqə, uşaqlar bişirir. İkinci həftədə, bu gün axırıncı gündür ikinci həftənin milli mətbəxim. Mənim oğlum Fərzəli deməli bu gün bişirib Azərbaycan mətbəxindən sulu qazan kotleti çox dadlıdır. İndi izləyin necə mənim balam gözəl dadlı yemək bişirib. Deməli, soğanı qızartırıq və ora duz və sarı kök qatırıq. Ara bir şəkər də qatmaq olar, çox gözəl olur. Biz bu gün qatmadıq. Sonra qızaran kimi qatırıq balqar istiot, qırmızı və yaşlı rəngdə. Belə fərzəli qaynadır. Sonra dilim-dilim doğrayırıq pomidorları, 5-6 dənə pomidor. Duz vururuq və belə qızarır. Kotletləri mən həmişə qabaqcadan biraz qızartıram, sonra qazan kotleti qatıram. Deməli, kotletləri qızartdıq və pomidorların üstünə belə düzdük. Deməli, qabağın altında fərzəli pişirirdi. Burada videoda düşmədi. Sonra dilim-dilim doğrayırıq kartofları. Fərzəli telefonunu əlindən buraxmır. Bu mümkünsüzdür. Kartofları yığdım. Belə biraz duz istiot vurdu zövqə görə. Sonra biraz bulyon qatdı, ət bulyonu və qabağın altında qoydu pişməyə. Sonra limonu doğradı. Bu belə xüsusi dad verir və göyərti, reyhan, deməli yaşıl reyhanı qatdı.